Salam əziz kanal izləyiciləri, əziz abituriyentlər, hər birinizi xoş gördük. Bu videoda mən sizə iki şəkilçinin funksiyası haqqında məlumat verəcəm. Dakı və ki şəkilçisi. Dakı şəkilçisi ancaq sifət düzəldən şəkilçidir. Ki şəkilçisi daha çox sifət, bəzən də isim düzəldə bilir. Yadınızda bir şey saxlayın, dakı və ki şəkilçisi ilə düzələn sifətlər hər ikisi ancaq və ancaq hansı sualına cavab verir? Hansı sualına cavab verəcək? Yəni, sifətin biz bilirik ki, necə nəcür hansı sualı var. Bunlar necə nəcür yox, hansı sualına cavab verəcək? Bundan da əmin ola bilərik ki, dakı və ki ilə düzələn sifətlər, yəni ancaq sifət funksiyasını yerinə yetirəcəkdir. Çünki necə nəcür sualı zərfdə də var da, onu qarışdırmayın. Eyni zamanda dakı və ki şəkilçisi ilə düzələn sifətlər ancaq sifətin adi dərəcəsində olacaq. Adi dərəcədə olacaq. Olur. Ancaq sifətin adi dərəcəsində olur. Məsələn, evdəki, dünənki, evdəki, dünənki. Ancaq sifətin adi dərəcəsində olacaq. Bir də hansı sualına cavab verəcək. Ki şəkilçisi bəzən isim düzəldə bilir. Bunu yadınızda saxlayın ki, birbaşa kökə qoşulubsa, məsələn, sabahki imtahan. Sabahdan sabahki sifətdir. Yox, qrammatik şəkilçisidən sonra qoşulubsa, kökdən sonra qrammatik, ondan sonra ki şəkilçisi qoşulubsa, o isim düzəldir. Məsələn, bizimki, sizinki. Baxırıq ki, biz əvəzliyindən bizim yerlik al, ki leksik şəkilçi burada isim düzəldib. İsim. Sizdən, sizin, sizinki, burada da isim düzəldir. Niyə? Çünki kökdən sonra qrammatik gəlib, ondan sonra leksik gəlib. Yəni, ki şəkilçisi birbaşa kökə qoşulursa, sifət düzəldir, qrammatikdən sonra qoşulursa, isim düzəldir. Bu tipli videoların gəlməyini istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib paylaşmağı unutmayın.